Salam, xoş gördük. Yenidən sizinlə həmişə olduğu kimi mənəm, həkim, psixoterapevt, yalan və bədəndirici ekspert Elnay Rəhimov Tambovski. Öz yarımçıq qalmış və yaxud da heç həyata keçməmiş istəklərini və arzularını həyata keçirmək üçün övladlarından istifadə edən valideynlər, öz istəklərini və arzularını bir tələb halına gətirən valideynlər necə bir uşaq yetişdirirlər, necə bir insan yetişdirirlər. Özgüvənsiz, özdəyərsiz, başqalarının fikirlərindən asılı olan, aqressiv və yaxud da içlərinə qapanıq, sevgiyə ac, elə buna görə də yanlış münasibətlərin içərisində olan və münasibətlərdə xəyal qırıqlığına uğrayan və qəddar, nifrət dolu, intiqam hissi ilə yaşayan bir insan yetişdirirlər. Və özlərinə bu sualları verməlidirlər. Daha doğrusu bu sualı verməlidirlər. Mən kiməm ki, öz istəklərimi və arzularımı bir tələb halına gətirim? Nə başqalarının, nə də dünyanın mənim arzularımı və istəklərimi yerinə yetirməyə borcu yoxdur. Diqqətinizə görə minnətdaram. Sağ olun.